Salam əziz uşaqlar. OTK 2024 9-cu siniflər üçün sınaqların 7-cisi. Mən 5-ci sual. Mən qəhvəyi rəngli əl çantamı itirmişəm. Tutacağında A yazılıb. Bayıldan 7-ci mikrorayona gedən 88 nömrəli avtobusda qalıb. Deməli, içində bəzi dəyərli şeylərim var. 2-ci dərəcəli sertifikatım var. Tapana mükafat veriləcək. Əgər tapsanız, zəhmət olmasa mənimlə əlaqə saxlayın. Bu nömrəsini qoyur, ünvanı qoyur. A-da deyir ki, tapan itmiş qəhvəyi əl çantasını tapan adam rewarded, mükafatlandırılacaq. Düzgün cavab elə bu olar. B-də məsələn deyir ki, xoşbəxtlikdən insanın, yəni itirmiş insanın da ikinci keçid sertifikatı itmiş çantada deyildi. Səhvdir. C-də deyir ki, məsələn, o 7-ci mikrorayondan qayıdarkən itirib. Qayıdarkən yox, gedərkən. Yəni, belə-belə. A variantı doğru cavabdır. 6-cı sual. Mənim əzizim Ruhi. Ümid edirəm ki, sən də və ailən də yaxşısınız. Mən çox həyəcanlıyam sənə yazmağa ki, ad günüm yaxınlaşır. Mən böyük ad günü partisi keçirmək üçün sənlə bir yerdə planlama eləmək istəyirəm. Mən düşünürəm ki, ad günüm sadəcə məni yox, məni xoşbəxt eləməli deyil, həm də hər kəsə də bunun bir parçası etməlidir bu xoşbəxtliyində. Yəni, düşünürəm ki, onların istədiyi hər bir şey taparıq, planlayarıq hər şeyi dəqiqliklə. Sənin dəstəyinə ehtiyacım var, mümkün qədər mənə yaz falan. Deməli, A-da deyir ki, Daniel Ruhidən xahiş edir ki, ona kömək eləsin ad günü partisini planlamağı. Elə bu A olar. Yazan Daniel'dir, adı da Ruhi'dir. A olar. B-də deyir ki, Daniel'in ad günü yaxınlaşır. İstəyir ki, cancel. Burada cancel sözündə A hərfi səhv düşüb. Bu A hərfi olmur bu sözdə. Təxirə salsın ad gününü. Yox. C-də deyir ki, hər şey yalnız öz zövqünə görə təşkil etmək istəyir. Yox. D-də deyir ki, Ruhi istəyir ki, yalnız Daniel yox. Hər kəs xoşbəxt olsun partidə. Bunu Ruhi istəmir ki, Daniel istəyir. Y-də də deyir ki, Daniel artıq hər kəsin zövqünü bilir. Xoşladığı və xoşlamadığı şeyləri yox. 7. Əziz Jonas, təşəkkür edirəm ki, mənə Lumos konferansına Londondakı sənəfdə getməyi mümkün elədin. Bildiyin kimi, o ölkədə ən böyük texnologiya konferansıdır və bizim işimiz üçün çox vacibdir. Mən orada çox şey öyrəndim və yeni əlaqələr qurdum ki, şirkətimiz üçün yaxşı olacaq. Düşünürəm ki, biz apreldə də həmçinin innovasiya günü yəni tədbirinə getməliyik. Mən robotika haqqında olan danışıqlara fokuslanmışam. İndi bu bizim ən böyük, ən maraqlı sahəmizdir. Maraq dairəmizdə olan sahədir. A-da deyir ki, Robotics Jonas'ın ən maraqlı sahəsidir. Jonas'ın yox, Nina'nın. Nina Jonas'a yazıb məktubu. Deməli, bu fikirlər Nina'ya aiddir. B-də deyir ki, Jonas Lumos konferansında robotiksə aid çox şey öyrənib. Ola bilər. Bu qalsın. C-də deyir ki, innovasiya günü apreldədir. Nina ora gedib. Hələ gedməyim deyir, gedəcəm. Çalışacam gedim. D-də deyir ki, Nina Jonas'a təşəkkür edir ki, konferansda iştirak etməyə ona kömək elədi. Cavab budur. Mən B variantına demişəm ki, Jonas öyrəndi. Jonas öyrənməyib, bax, robotika haqqında Nina öyrənib. Y variantında isə deyir ki, Jonas Nina'ya məsləhət görür ki, apreldə olan innovasiya günü tədbirinə getsin. Məsləhət görmür. Nina özü onu deyir. Deyir ki, getmək istəyirəm. Mətnə keçdik. Əhali çoxaldığına görə dünyanın enerji tələbatı artır. Bizim neft və qaz təchizatımız limitlidir. Amma fotoelektrik hücrələri ümumi olaraq günəş bateriyaları, yəni burada yazıb, günəş hücrələri adlanır. Bizə təklif eləyir gələcəkdə enerji qıtlığına problemini həll eləyək. Bu hücrələr, bu batareyalar artıq vacib bir enerji mənbəyinə çevrilib. Həqiqətən də o sehir kimi görünür, möcüzə kimi görünür. Fotoenerjik hüceyrələr dəyişir günəş işığını, avtomatik olaraq enerjiyə çevirir. Günəş enerjisi, yəni günəşdən gələn enerji təmiz,
asanlıqla əldə edilə bilən sonsuz və pulsuzdur. Əgər cihazlar mövcud olsa, fotoelektrik hüceyrələri bir neçə faydaları var. Fosil, yəni qazıntıların yanacaqları var ki, biz onları bugün işlədirik. Yenilənə bilməyən resurs qazıntıları, məsələn qaz, neft, kömür, bunlar bitkilərdən və heyvanlardan əldə ediləcək ki, milyon illər əvvəl yaşayıblar. O heyvanlar və bitkilər mövcud olmağı bacarmışlar günəşə görə. Açıq-aşkar biz gözləyə bilmərik ki, 1 milyon ildə keçsin, qazıntı yanacaqları tapaq. Fotoelektrik batareyaları bizə birbaşa olaraq günəşdən enerji toplamağa imkan verir. Günəşin enerjisi bizim istifadəmiz üçün dərhal çevrilə bilir. Fotoelektrik enerjisi təmiz enerji mənbəyidir. Ay, çox sıxıcı mətn oldu. 8-ci sual. Hansı səhvdir? Adı deyir ki, günəş işığı fotoelektrik, yəni fotovoltaik batareyalarla avtomatik olaraq enerjiyə çevrilir. Düzdür də bu. B-də deyir ki, günəş enerjisi təmiz enerji mənbəyidir. Düzdür. C-də deyir ki, qazıntılar fotovoltaik hüceyrələrdən, batareyalardan daha vacibdir. Yox, təbii ki. Bu da cavab. Qazıntılar nə qədər qazıntılarla enerji əldə edə bilərlər? Bayaqdan günəş enerjisinin faydalarından danışır. Ona görə bu düz ola bilməz. D-də deyir ki, əgər təchizat olsa, əlçatan olsa, günəş enerjisi sonsuz və pulsuz olar. Bu doğrudur. Biz də səhv tapırıq. Y-də deyir ki, milyonlarla il gözləmək problemin həlli deyil. Yəni fosillər üçün gözləmək problemin həlli deyil. Bu da düzdür. 9-da mətn nə haqqındadır? A-da deyir ki, bugünün və gələcəyin enerji mənbəyi. Bu olar yəqin cavab. B-də deyir ki, bizim bugün istifadə elədiyimiz fosillər xeyir. C-də deyir ki, fotovoltaik batareyanın zərərli tərəfləri ondan danışmadı. D-də deyir ki, keçmişdə yaşamış bitkilər, heyvanlar bundan danışmır. Y-də də deyir ki, tiklənmiş enerji mənbəyi kimi günəş enerjisi. Günəş enerjisi niyə tiklənmiş olsun? 10. Nəyə görə bizim yeni enerji istehsal etməyə ehtiyacımız var? Çünki birdə deyir ki, daha çox enerji tələb olunur hal-hazırki vaxtda. 1 ilə 1 olar. Sonra 2-də deyir ki, əhali azalır, decreasing. Azala bilməz axı əhali, artır. A ilə B çıxdı, burada 2 var. D-də çıxdı, D-də də 2 var. C-də də 1 yoxdur, deməli cavab Y-dir. Görək bir 4 niyə səhvdir? 4-də deyir ki, enerji mənbəyi, təmiz enerji mənbəyi limitli formada var. Limitli formada var. Bu cavab doğru deyil, çünki limitli deyil axı təmiz enerji mənbəyi. Deyir, var. Sadəcə onu əldə eləməyə təchizat lazımdır. Yəni cavab 1-3. 11-ci sual. Gələcək enerji azlığının, yetməzliyi problemi necə həll oluna bilər? 1. Fotovoltaik hüceyrələrlə, batareyalarla. Biri 1-dir. 2-də deyir ki, günəşdən olan enerjilərlə. 1 də elə 2-dir. 3-də deyir ki, fosillərlə nə qədər milyon illər gədik gözləsinlər axırda dedi. 4-də isə deyir ki, qaz, neft və kömürdən bunlardan da əldə eləmək olmur, limitlidir. 1-2. 12. Hansı doğrudur? 1. Fotovoltaik batareya artıq hesab olunur ki, vacib enerji mənbəyidir. Bəli, 1-1-dir. 2-də deyir ki, enerjini günəş hüceyrələrinə yaratmağa çalışmaq sehir kimi görünmür. 2 səhvdir. 3-də deyir ki, bu günlərdə həm fosil qazıntı, yəni yanacaqları, həm də fotovoltaik batareyalar enerji istehsal edir. Hər ikisi etmir axı, fosillər etmir. Hal-hazırda yoxdur. 4-də deyir ki, milyon illər əvvəl ölmüş bitkilər və heyvanlar yenilənə bilən qazıntı yanacaq mənbələridir. Bəli, bu var idi. 1-lə 4. Çalışma 13. İnafdan sonra ümumiyyətlə sifət, inaf və tulu feil. Bu düstur belədir. Sifət, inaf, tulu feil.
It isn't big enough to get everything in. Cavab B. 14. It is impossible. Bu da sifət, üstəgəl məstər. To solve. Demək istəyir ki, puzzle həll etmək çətindir. Magməkdə də məstər qoymalıyıq. Elə məna zadı düz gəlir. 15-ci sual. I am worried about söz örlərlə nə işlənirdi? Gerund. Cavab Y. 16. Want-dan sonra gəlirdi to-lu feil. Bu mürəkkəb tamamlıq dərsinin içində var. To-lu feil burada bir dənə D variantındadır. Cavab D. 17-ci sual. Told. Told da 3-cü qrup feillər idi. Özündən sonra to istəyir. A variantı. 18. I imagine təsəvvür etmək. Bu feil də özündən sonra gerund tələb edən feillərdəndir. Yəni cavab being. D variantı. Daha sonra 19-cu sual. Plan özündən sonra to tələb edir. Yəni bunlar hazır feil siyahısıdır, əzbərləmək lazımdır. C. 20-ci sual. We qoy yazılıb. Should modal feili to ilə istifadə olunmur. A çıxdı. C-də have-in yanında to yoxdur. Çıxdı. Yəni olmalıydı da yoxdur. D-də have to modal feili öz inkarını özü düzəldə bilmir. Do, does, did istifadə edir. D çıxdı. Y-də might-in yanında to olmamalıdır. Cavab B. 21. 21-də nələr səhvdir? Deməli, D variantında məsələn didn't özü keçmiş zamanda, used keçmiş zamanda. Belə olmaz. Did gələndə feildən ed düşür axı. B variantında used'un yanında to yoxdur. Bu used to bir ifadədir ki, yəni əvvəllər falan şey etməyə vərdiş eləmişdim. Cavab elə A olacaq. C variantında used'un yanında to yoxdur. Y variantında da inkarını özü düzəldib. İnkarını feil öz başına niyə düzəltsin ki? İndiki zamanda to-da düzəldir, keçmiş zamanda da didlə düzəldir. 22 qaydasız feillər. Deməli, qaydasız feillər burada 2-dir, sonra 3-dür, sonra 5-dir, bir də 7-dir. Cavab B. 23-cü sual. Are you having a holiday this year? Deməli, modal feillərdir. Might be ilə istifadə olunmur. Y variantı çıxdı. Maybe go, to be feili ilə əsas feil yan-yana olmaz. C çıxdı. Might özü də olmaz. Niyə? Çünki cümlələr indiki zamandadır. Might keçmiş zamanda. Qaldı B və D. Artıq burada mənasını anlamalıyıq. Biz deyir ki, siz bu il tətilə gedəcəksiniz. O da deyir, əmin deyiləm. Ola bilər ki, Yunanistana getdik. Deməyəcək ki, əmin deyiləm. Ola bilər Yunanistana getmədik. Getməyəcəksə niyə desin? Cavab B. 24. Hurry up, tələs, qatar. Deməli, gələcək zamanda to be feilinin yanında mütləq be olur. C-də də D-də də be yoxdur. A-da due, boş due ifadəsi yoxdur. Due to ifadəsi var. Bir şeyi etməyinə az qalması. Bir şeyi etməyə az qalıbsa due to ifadəsindən istifadə olunur. Deməli, Y dəlbəsiniyi olmur. Çünki in 5 minutes 5 dəqiqədən sonra deməkdir. Gələcək zamanın zərfidir. Gələcəkdə olacaq bir hərəkəti bildirir. Yəni, was keçmiş zamandır. Deyirəmsə tələs, deməli qatar 5 dəqiqəyə çıxacaq. B variantı. 25. 25-də də about to ifadəsindən istifadə olunur. B-də was due var, yanında to yoxdur. C-də will'in yanında be yoxdur. Y-də will be able var, amma to yoxdur. Qaldı A və D. Deməli, zamana baxırıq. Auditoriya öz oturacaqlarında oturub. Deməli, performans başlayacaq. Başladı yox. Cavab A. Are indiki zamandırsa biz də onu uzlaşdırmalıyıq. Belə. Sağ olun.